Xeyirli gün, hürmetli milletdaşlarım. Benim bunun işarışım teması, selahatli bağlar bilen işlevde pedagogning hüneri kompetentliği. Men Arşa şəhərinin 6-cı nömrəli orta məktəbində tatar dili һәм ədəbiyyatı fənləri oxudum. Gələcəkdə ilmin şan qoşaları bola alırlıq, bilimli, akıllı, sağ-salamat, doğan dilini yaratışı, saqlayışı şəxs tərbiyəyə yatırışam. Men oxuducu. Hər yana dərsim, balalar üçün yana aşış olub gəlirlər. Bilim alığa, dilək uyatırğa, onlarını icadqa dəvələt yer. Məktəb icad masterskoyu. Oxutu ülkəsində sələtli balalarını tağıb, həm onların işini üstürüb, həzirli gündə 4 quruşların birisi olubdur. Biz balanın sələtini ne qədər tezrək qurub olarız, üstürəriz, onay şartlar tudurarız, şu şıraftağına kütülgən quşlara erişararız. Həzirli zaman şartlarında sələtli balalar bilən qışqı sisteması zor cavablılıq sırayıb eytirgə gerek. Ne işin degəndə, hər bir kişi özünün mümkünlüklerinden, öz qızıqsanalarından çıxıb, gələcəkdə hünər sahibi, ılı durmuş yoldan ayaq basar. Bugün oxuşunun icadi sələtini üstürüb, cəmiyyətinin mühim problemalarından birisi. Soğuk vaxtda oxutuda federal dövlət bilim veru standartlarına koşu səbəbli, əlgi problema iqrəkdə aktual. Yana şəhərin tələblərinə negizlənib, oxuşuların icadi aktivliğini üstürüb, bilimlərini müstəqil rəvişdə kullanan bilişi, zamanğa yaraklaşan şəxslər tərbiyələr, oxutuşlar altındadırlar, bir buluş. Oxutucu, qalimdir, kompetentli şəxsdir, oxuşularla örnəklidir, həm şın dostlarlığa deyir. Ənə şunda yuvarı sıfatlarla iya olanlarla, o öz oxuşularından onay nəticəlidir. Zaman tələblərinə yaraklaşan sələtli şəxslər tərbiyəli oluşa, zaman tələbləri bu bir yuvarı. Нәрсә соң сәләт, кешедә ул кайдан һәм кайчан барлыкка килә, баланың сәләтлеме юкмы икәнен ничек белергә, сәләтне ничек үстерергә, иҗади эшләм белән сәләтнең бәйләнеше нәрсәгә чагылыштыра. Бу проблемага кагылышлы сораулар барыбызны да уйга сала. Сәләтлелек дигәндә без укучының акыл үсешенең югары дәрәҗәсен күз алдында тотабыз. Укытучы өйгә биргән эшләр белән генә чикләнмичә, üstəmə ədəbiyyat oxuşu, üstəmə bilimlərini ödəvşi balalarına sələtli balalar rətinə kürtürlər olar. Əgər bala sələtli olsa, o təqdim edilən məlumatların sonu həm sifatı bilən mənə qənaətlənirlər, dilənir. Həm anılar üzərinə yuvaraq tələblər qoyatırğan məktəblərdə tırışıqlar qılğandılar. Hər oxuşu sələtli, lakin anı sələtini qurə həm üstürə bilirlər gerək. Maqsadqa erişu üçün balada ixtiyar kişi tərbiyələrə, maqsadın bilgilərə, ana erişu üçün bütün kişi sələtli iqtidarın toplarına öyrədilmək gerek. Şuşu sələtlərə iya olan oxuşularını ədi-əmin həm oxuşu bilən birlikdə durmuşqa yaratlı şəxs olub tərbiyələnə alar. Bəgi yarışlarda qatnaşıq, tırışlıq, maqsadqa umtuluşanlıq, müstəqil fikir yürütə bilib köbük, mühim şəxsi sıfatlar tərbiyələrə də oluşar. Barı tek öz işini şır kömüldən yaratıb, vaxtını qızğanmışa işləsən, sələtli balalar dağın da zor oxuşlarına erişəcək. Həm qalğan oxuşlar arasında sələtli balalar sonu heç şübhəsiz artaşa qalırdı. Olimpiyadaga əzirlənib xamanda qatnaşıb, bilim aluda zor əhəmiyyətə iya. Çünki olimpiyadalar oxuşlarını tanıb bilim aktivliğini kamilləşdirəyə, həm üstürəyə, fənni fakullar həm başqa türstəmə ədəbiyyat bilən ciddiləb işləyirlər yərdəmdə. Benim xizmətim ağır, cavablı, əmmə anım çinişlər diktatlı. Xalqının ötkəni, tarixi, sənğətin öyrəngən, xizmətin süygən matırlıqını görərgən, uzara dost, həm tartı münasibətdə tərbiyələnən balaların gələcəyi ümidli. Rayonumuzda da sələtli balalarga ixtibar bir zor. Onlarga öz sələtlərini aşarğa, jimulərə erişirlər ümidliklər. Abdullah Toqay isimindəki külliyat oxutuşları bilən tığız işlikli xizmətləşlik alıb barılar. Qazan Federal Universiteti qalimləri, Məğarifli Üstəgə İnstitutu qalimləri bilən okullar, şıraşılar iştirlər. Mənə şuşu xizmətlərinin nəticəsi alı talını bilməyən,
Көп көн хезмәт иткән хезмәттәшләремнең тырышлыгы белән район буенча да уңышларыбыз зур. Кадерле хезмәттәшләрем, сезгә авыр, җаваплы, хезмәтегездә зур уңышлар, җан тынычлыгы, сабырлык, сәламәтлек теләйм. Киләчәктә укучыларыбыз иҗади фикерләү сәләтенә ия булган, туган телебезне яратучы, гореф-гадәтләребезне киләчәк буыннарга тапшыра алучы милләтебез сакчылары булсын иде. Игътибарыгыз өчен бик зур рәхмәт.